Hadi bax, bu 88-in izahına diqqətlə qulaq as. Bu normal, məsələn, N2 plus 3H2-dir. Buradan 2NH3 alınıbdır. Deyir ki, təzyiq 2 dəfə artanda. Bax, təsəvvür edək ki, həmişə bax, təzyiqlə həcmdə fərqlidir. Məsələn, burada belə sual düşür ki, məsələn, azotun qatılığını 2 dəfə artırsam, sürət necə dəyişər? Yazırsan ki, məsələn, 2/1 bərabər 2-yə 2 dəfə artar. Nə bilim, desə ki, hidrogen qatılığını 2 dəfə azaltsam necə dəyişər? Yazırsan 2/1-in kubu, yəni əmsal qüvvə şəklində yazılır da. Elə məsələn, 8/1 eləyib, bu da 8 dəfə azalar. Bax, bu olanda rahatdır. Amma burada təzyiqlə həcm deyəndə bir dənə bax, lap şəkillə də göstərim. Təzyiqlə həcm deyəndə həmişə təsəvvür edək ki, bax, bunun içində azot var, bir də hidrogen var da, bax, bu reaksiyaya gedir. Təzyiqi artırmaq o deməkdir ki, bax, təzyiqi 2 dəfə artırmaq. Yəni ki, bunu presləyirsən, Porsche görmüsən də, Porsche-lə presləyirsən, bax, belə bu hala düşür. Bax, həqiqətən təqribi 2 dəfə təzyiq artdı da. Bu təzyiqi artıranda qabın içində olan qaz halında bütün maddələrin qatılığı artır. Yəni bayaq hidrogenə görə deyəndə tək hidrogeni nəzərə alırdın. Yəni qatılığın artımı o deməkdir, hidrogen əlavə edirdin. Nə bilim, azota görə deyəndə azot əlavə. Amma təzyiq deyəndə, həcm deyəndə həmişə yadında saxla ki, bu ikisinə də təsir edir eyni zamanda. Onda təzyiq 2 dəfə artımı o deməkdir ki, həm azotun qatılığını 2 dəfə artırırsan, həm də hidrogenin qatılığını 2 dəfə artırmış olursan. Əmsalları qüvvə şəklində yazırsan, vurursan, bu deyir 16. Deməli, burada 16 dəfə artar. O birisində də həmin qayda. Yəni 2 dəfə artırırsansa, həm NO-nun qatılığını 2/2 vurulsun, həm də oksigen qatılığını 2/1, o deyir 8. Burada da cavab 8 olur. Yəqin ki, aydın oldu. Təzyiqlə həcm deyəndə həmişə ikisi də eyni vaxtda. Həcmi artırmaq, təzyiqi azaltmaq deməkdir. Yəni, qatılığı azaltmaq deməkdir. Təzyiqi artırmaq, qatılığı artırmaq deməkdir. Yəni, neçə dəfə deyirsə ki, təzyiqi məsələn 2 dəfə artırmışamsa, deməli, ayrı-ayrılıqda yox, ümumilikdə, yəni hər ikisinə aid eləmək şərti ilə hər ikisinin qatılığını 2 dəfə artırırsan. Bu belə. Bu birisi məsələ biraz bildiyimizdən fərqli məsələdir. Deməli, burada SO3-dür, bir də sudur. Və alınan məhlulun kütləsi, bir də alınan sulfat turşusunun kütlə payı. Deməli, burada nədir məsələ? SO3, üzərinə gəlirsən su, alırsan sulfat turşusu. Burada 40 qram, normalda 80 qram SO3 reaksiya daxil olur. 18 qram su sərf olunur, 98 qram sulfat turşusu alınır. Mənə veribdir 40 qram SO3. Deməli, 40 qrama yarısı qədər su sərf olunar və yarısı qədər də sulfat turşusu alınır. Deməli, burada mən nağd 9 qram su sərf elədim. Su. Bax, bunu başqa rüşqə ilə də işarə eləyək ki, yadımızda qalsın. Bu bizim yadımızdan çıxmasın. Bax, burada, yəni ki, burada suyu N9 tapdıqsa, bu N9 deyil, ha, hələ. Bunun sonu var. Deyir ki, axı bu o deməkdir ki, sulfat turşusu alınıbdır və sulfat turşusu məhlulundan söhbət gedirsə, deməli, bu sulfat turşusunun yanında su da var. Amma hansı su? Bizim götürdüyümüz bu N qram sudur. Bunun 9 qramını sərf eləmişəm. Qalan da qalıbdır. Sulfat turşusu məhlulu yaradıbdır. Deyir ki, alınan məhlulda sulfat turşusunun kütlə payı 24,5 olarsa, mən də sulfat turşusunu 49 qram almışam. Deməli, 49 qramım əgər 24,5%-dirsə, yerdə qalan faiz də həmin o sulfat turşusu məhlulunun içində olan suyun kütləsidir. Bu da eləyir 70. 5,5-də səhv eləmirəmsə. Burada da yazıram x qram su var. İndi burada mən suyun da kütləsini hesablayayım. Görüm, axırda su nə qədər artıq qalıbdır. 49 vurulsun 75,5 bölünsün 24,5. Bu da eləyir 151 qram. 151 qram su. Aha. Deməli, 9 qram sərf eləmişdim, 151 də artıqdır. Deməli, mən nə qədər su götürmüşəm? 151, o da 200 nəyə? 160 qram. Deməli, N bərabər 160. Alınan məhlulun da kütləsi 151 qram sudan ibarətdir. Və 49 qram da sulfat turşusunun məhlulunun da kütləsi 200 qram. Yəni, M də bərabər 200-də. Yəqin ki, aydın olar.